Əziz və dəyərli balalar, mən sizin üçün Deyanətin 4-cü sinif kitabından mövzu 31-in, yəni qarışıq ədəd nədir? Bunun izahına baxacaq. Birinci qarışıq ədəd və düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsidir. Qarışıq ədəd o ədəddir ki, həm tam hissəsi olsun, həm də kəsr hissəsi olsun. Məsələn, tam hissəsi 5-dir, kəsr hissəsi də tutaq ki, onda 3-dür. Bu qarışıq ədəddir, qarışıqdır. Baxın, kəsr hissəsi də var, tam hissəsi də var. Qarışıq ədəd budur. Bəs düzgün olmayan kəsir nədir? Düzgün olmayan kəsir deməli məxrəci sürətindən kiçik olan və yaxud da sürəti məxrəcindən böyük olan kəsirdir. Biz qarışıq ədədlərin hər birini düzgün olmayan kəsirə çevirə bilərik. Bu zaman nə etmək lazımdır? Bu zaman yenə həmişəki kimi məxrəc olduğu kimi qalır. Tam hissəni məxrəcə vururuq. Yəni mən burada 5-i vuracam 10-a sürətdə. Üzərinə 3 gələcəm. O da eləyəcək 10-da 53. Yəni burada qarışıq ədədi çevirdim düzgün olmayan kəsrə. Bəs birdən bizə düzgün olmayan kəsir versə, desə bunu qarışıq ədədə çevirin. O zaman sürəti məxrəcə bölmək lazımdır. Yenə məxrəc olduğu kimi qalır. 19-un içində 7 2 dəfə 14 qaldı 5. Bu tamı, 2 tamı gəlib qarşıya yazırıq. Qalığı da gətirib yeni kəsrin sürətinə yazırıq. Yəni bu şəkildə çeviririk. Bizə də zaten nəticədə, yəni burada verilən izahlarda eyni şeyləri deyir. İndi gəlin müqayisə edək. Deyir, müqayisə edin. Müqayisə etmək üçün birinci 57 böl 12, yəni kəsr xətti həm də buraya yazıram kəsr xətti, həm də nə deməkdir? Bölmə deməkdir. Bölmə işarəsi deməkdir. Yəni 12-də 57-ni biz çeviririk düzgün olmayan kəsrə. Burada böləcəm. 57-ni bölürəm 12-yə. 3 dəfə 36, 4 dəfə 48, qaldı 9. Bunda yazıram ki, bu 12-də 57-ni. 4 tam 12-də 9 və 6. Hansı böyüdür? Təbii ki, 6 böyüdür. İkincidə 3 tam 7-də 3, 3 tam 7-də 5. Tam hissələr zaten bərabərdir. 7-də 5, 7-də 3-dən nədir? Böyükdür. Çünki kəsirlər necə məxrəclər bərabərdirsə, sürəti böyük olan böyük götürülür. Burada da 89-u bölürəm 32-yə. Görək 89-un içində neçə dənə 32 var. 3 dəfə çox olacaq. 2 dəfə götürürəm 64. Qaldı 5, 25. Bu oldu 2 tam 32-də, qalığı da sürətə yazırıq həmişə. 25. İndi hansı böyüdür? 2 tam 32-də 25 yoxsa 8 tam? Təbii ki 8 tam böyüdür. Sonra 8 tam 8 tama bərabərdir. 8-də 5 böyüdür 8-də 3-dən. Yenə müqayisə edirik. Bunun tam hissəsi 4-dür. Bunun tam hissəsi 3-dür. Yenə də bu böyük olacaq. İkinciyə baxıram. Tam hissəsi 9-dur. Tam hissəsi 8-dir. Kəsir hissələr də düzgün kəsirlərdirsə problem yoxdur. O zaman tam hissəsi böyük olan böyük olur. Kəsir hissəsinin məxrəci 7 olub. Gəl görək burada nə istəyir bizdən. Kəsir hissəsinin məxrəci 7 olub. Verilən ki, qat bərabərsizliyin həlli olan bütün ədədləri yazın. Gəlin baxaq. 4 tam 7-də 1, x burada yerləşir. 4 tam 7-də 6. Bunu köçürdüm. Sadəcə köçürdüm mən. Nedir? Kəsir hissəsinin məxrəci 7-dir. Bura 7-dir. Bunların hər birini çeviririk düzgün olmayan kəsirə. Mütləq çeviririk. Mütləq. Gəlin görək nə alınacaq. Yəni tam hissə olmasın. Burada 7 olacaq. 4-ü 7-yə vuranda 28 üzərinə 1 gəlirəm. 29. 7 qaldı burada. Bu da x qalsın burada. Və 7-ni buradan saxlayaq, elə qalsın belə. Və 4-ü vururam 7-yə. 28 üstünə də 6 gələndə olacaq. 28-in üstünə 6 olacaq 34. Deməli bizə deyir ki, 2 qat bərabərsinə həll olan bütün ədədləri yazın. Bunda bütün ədədlər x bərabərdir. 7-də 30, 7-də 31, 7-də 32, 7-də 33, amma 7-də 34-ü götürə bilməyəcəm. Çünki bu nədir? Böyük bərabər, kiçik bərabər işarəsi deyil. Ona görə bizim cavabımız elə burada gördüyünüz, baxın, bu kəsirlər olacaq. Növbəti B variantına baxaq. Kəsir hissəsinin məxrəci 11 olub 2 qat bərabərsizlikdən gedirsə söhbət, mütləq hər birini düzgün olmayan kəsirə çeviririk. Yəni, burada yazırıq. X qalsın yerində. 11-də 6-nı 11-ə vuranda 66, 66-nın da üstünə 3 gəldim. 69, 11-də burada bu işarədə var. Diqqətli oluruq. 66-nın üstünə 9 gələndə eləyir 75. Deməli, x hansı ədədləri ala bilir? X alır 11-də 70, 11-də 71, 11-də 72, 11-də 73, 11-də 74 və 11-də 75-in özünü də alır. Niyə görə alır? Baxın, bu işarəyə görə 75-in özünü də alır. Belə şagirdlər,
Mən sizin üçün mövzu 31-in həm qaydasını, həm də çalışmasını izah etdim. Növbəti izahlarda görüşmək ümidi ilə.